Kənddə yaşayırsansa, hər gün bir işlə məşğul olursan. Bu işlərdən biri də maraqlı görünən, amma əziyyət tələb edən təndir çörəyinin bişirilməsi prosesidir. Kənddə yaşamaq istəyənlər əsaslı bu vlogu sizlər üçün hazırlamışam. Həm anama kömək etdim, həm də necə hazırlandığını öyrəndim. Anam başladı çörək üçün xəmiri hazırlamağa, mən də öz növbəmdə təndiri yandırmaq üçün çırpı gətirməyə getdim. Fındıq yığan qonşum Elçinlə məhsulla bağlı müzakirə apardıqdan sonra təndir yandırmalı olduğumu yadıma salıb çırpını apardım. Anam xəmiri kündələr formasında hazırlayarkən, mən də təndiri çörək bişimi üçün hazır vəziyyətə gətirdim. Uşaq olanda həmişə təndirdə çörək bişiriləndə özümüzə belə kokalar elətdirərdik. Üstündə fındıq ləpəsindən də qoyuruq ki, dadı daha da ləzzətli olsun. Başladıq ən əsas məsələ çörəyi təndirə yapmağa. Təxminən 2 saata yaxın çəkən bu prosesin sonunda belə gözəl ləzzətli çörəklər hazırlaya bilərsiniz. Hazırlanma qaydasını videonun aşağı hissəsində qeyd edəcəm. Save edib paylaşmağı unutmayın. Bizdə də belə adət var ki, hər çörək bişirəndə qonu-qonşuya aparıb isti çörəkdən verirsin. Vlogu hazırlamaq məndən, məni takib edib öz fikirlərinizi yazmaq sizdən. Növbəti vloqlarda görüşənədək. Günler. Ay bak kendi çöreği. Sağ ol.